Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2026-cı ildə monitorinq imtahanı verəcək 4-cü sinif iştirakçılarına dəstək məqsədi ilə hazırladığımız verbal qrafik mətn nümunəsini göstərəcəm. Əslində bu mətn bizim monitorinq 2026 üzrə birinci sınaqda istifadə olunan mətndir. Mətnimiz pinqvinlər mətni adlanır. Dəyərli 4-cü sinif şagirdləri və müəllimləri, zəhmət olmasa videomuzu bəyənirik və ətrafımızda olan digər insanlarla paylaşırıq ki, həmin şəxslər də bizim videodan faydalansınlar və imtahanlarda yaxşı nəticə əldə etsinlər. Bizim ödənişli və ödənişsiz resurslarımız barədə məlumat əldə etmək üçün ekranda aşağı sağ tərəfdə nömrə görürsünüz: 055 239 2041. Həmin nömrəyə yazaraq ödənişli sınaqlar barədə, həmçinin ödənişsiz kanalımız barədə məlumat əldə edə bilərsiniz, dəyərli dostlar. Əvvəlcə mən mətni geniş ekranda sizə göstərirəm. Hər biriniz videonu saxlayaraq mətni detallı şəkildə oxuyursunuz. Verbal qrafik mətn nədir? Orada həm informasiya sözlər vasitəsilə, həmçinin şəkil vasitəsilə, yəni qrafik vasitəsilə bizə çatdırıla bilər. Bu cədvəl də ola bilər və sairə növlər də ola bilər. Bunları biz hansı ki növbəti sınaqlarda, müxtəlif testlərdə istifadə edirik. İnşallah zaman-zaman onlar da paylaşılacaq. Yəni yalnız iki əşyanın şəkil deyil, müxtəlif formada verbal qrafik mətnlər təklif olunur və bunun bütün növləri inşallah bizim sınaqlarda il sonuna qədər özünü tam əhatəli formada göstərəcək. Videonu saxlayırsınız, detallı şəkildə oxuyursunuz, xüsusilə şəkil bölməsinə diqqət yetirirsiniz. Burada bir çox məqamlar var və daha sonra aşağı hissəyə də baxırsınız. Mən burada çox vaxt itirmirəm, yəni üzünü oxumuram bu hissələri, çünki özünüz oxumalısınız bunları. Əgər oxuyub tanış oldunuzsa, biz artıq bayaqki hissəyə qaydırıq və 22-ci sualdan start götürürük. Hər mətn üzrə bildiyimiz kimi 9 sual olur. Yəni verbal qrafikdən də 9 olur. Bədii mətndən də, həmçinin qeyri-bədii mətnin digər növ olan, hansı ki, əsasən elmi mətnlər olur, informasiya xarakterli, onlardan da 9 sual olur. Dostlar, sağ tərəfdə bayaqki mətni kiçik formada yerləşdirmişəm ki, hansısa bir sualın məqamları olarsa, hansı ki, açar məqamlardır bunlar, onu sizə birbaşa lövhədə göstərə bilim. Daha bir-bir geri qayıdıb təkrar həmin hissələri tapmağa çalışmayaq. Elə gözümüzün qabağında əyani formada olsun ki, rahatlıqla cavabları analiz edək. 22-ci sual, əvvəlcə özünüz tapmağa çalışırsınız. Mətn əsasında pinqvin və albatros üçün ortaq cəhətləri müəyyən edin. Bu ortaq cəhət də ola bilər və yaxud ortaq cəhətlər də ola bilər. Birinci punkt, yumurtalarının rəngi. Yumurtalar haqqında burada bir məlumat var. Burada da işarələyirəm bunu. Yumurtalarının rəngi hər ikisində açıq boz və ya ağ. Açıq boz və ya ağ. Bəli, bu ortaq xüsusiyyət kimi götürülə bilər. İkinci bənd, həyatlarının çox hissəsi dəniz sularında keçirmələrinin. Həyatlarının çox hissələrini dəniz sularında hansı keçirir? Əlbəttə ki, albatros keçirir. Burada məlumat var. Amma pinqvinlər ən çox sahildə, buzlu bölgələrdə olurlar. Bu ortaq cəhət ola bilməz. Deməli, 2-ni götürməyəcəm. Üçüncü, coğrafi olaraq yaşadıkları ərazi. Bəli, bu da oxşar olacaq dostlar. Diqqət yetirsəniz, albatros haqqında olan hissədə şəkildə xəritə vasitəsilə verib ki, Antarktida Afrikanın aşağı hissəsi, yəni cənubu, həmçinin Avstraliya və Cənubi Amerikada albatrosa rast gəlirik. Amma pinqvin haqqında bunu xəritədə verməyib. Bəs harda verib? Üçüncü abzasa fikir verin. Pinqvinlər əsasən Cənub yarımkürəsində yaşayırlar. Antarktida onların əsas yaşayış mühitidir. Bəli, demək ki, albatrosda da, pinqvində də coğrafi olaraq yaşadığı ərazi eynidir. Yəni Antarktida əsas yerləridir. Deməli, 3-ü də götürəcəm. Uça bilmələri xeyr, pinqvin uça bilmir. Ən əvvəldə var, pinqvinlər uça bilməyən dəniz quşlarıdır. Deməli, 4-cünü götürmürəm. Ortaq cəhət 1-ci və 3-cü olacaq. Düzgün cavabımız B variantına uyğun gəlir. 23-cü sual. Mətnə əsasən hansı fikir doğrudur? Pinqvinlər dünyanın ən böyük uçan quşlarıdır. Xeyr, uça bilməyəndir. Zaten bayaq qeyd etdik. Bu yanlışdır. B bəndi. Pinqvinlər uça bilməsələr də suda çevik hərəkət edirlər. Bəli, bu barədə məlumat var. Onlar uça bilməsələr də çox çevikdirlər. İkinci abzasda bu barədə məlumat verilir. C variantı, pinqvinlər əsasən Afrikada yaşayırlar. Daha doğrusu elə düzgün cavabımız B variantı olacaq. Bizə zaten doğrunu soruşurdu. Aha, B variantı düzgün cavab oldu. C variantı, pinqvinlər əsasən Afrikada yaşayırlar. Yanlış.
Antarktida, bunu bayaq qeyd etdik. D variantı, pinqvinlər yalnız kril ilə qidalanırlar. Bu da yanlışdır dostlar. Niyə? Çünki həmçinin bunlar kalmarla da qidalana bilirlər. Bəzən kiçik xərçəngləri də yeyirlər. Bu barədə də yəni məlumat var. Yəni yalnız kril ilə qidalanma yanlış olacaq. 24-cü sualla davam edirik. Mətndə hansı sualın cavabı yoxdur deyir. Albatrosun səmadakı sürəti nə qədərdir? Var. Havada 100 ilə gedir. B bəndi. Pinqvinlərin təbii düşmənləri nələrdir? Qeyd olunur, altını işarələyirəm, altın xətt deyirəm daha doğrusu. Onların təbii düşmənləri su itiləri və iri yırtıcı balıqlardır. Bu da getdim. C variantı, albatrosun yumurtasının hündürlüyü neçə santimetrdir? Burada qeyd olunur, hündürlüyü 11 santimetrdir. Deməli, bunun cavabı var. D variantı, pinqvinlər qurudakı sürəti neçə kilometrdir? Deməli dostlar, daha doğrusu pinqvinlərin qurudakı sürəti neçə kilometr bölünsün saatdır? Burada diqqət yetirin. Pinqvinlərin bu sudakı sürətidir. Amma qurudakı sürəti haqqında bir məlumat varmı? Xeyr, bu barədə məlumat yoxdur. Yəni pinqvinlərin sudakı sürəti 10-12 kilometr bölünsün saatdır, amma quru barədə məlumat yoxdur. Deməli düzgün cavab D variantıdır. Bax, buna diqqət edirik. Sadəcə mötərizənin içərisində verilib, amma açar məqamdır. 25-ci sual. Pinqvinlərin boyu yumurtalarının hündürlüyündən neçə dəfə böyükdür? Dəyərli dostlar, birinci abzasımızda qeyd olunur ki, pinqvinlərin boyu 120 santimetrə çata bilir. Yumurtalarının boyu da burada qeyd olunur, hündürlüyü 12 santimetrdir. Yəqin ki, hər kəs 120-ni 12-yə rahat bölə bilir. 12-ni 12-yə böləndə 1, 0 da arxasına yazıram. 10 dəfə böyük olacaq. 26-cı sual. Böyük qasırğa ilə hansı səbəbdən baş vermişdir? A variantı, pinqvinlər insanlara hücum etdikləri üçün. Xeyr. Böyük qasırğa ilə ümumiyyətlə 4-cü punktda bu barədə, 4-cü abzasda bu barədə danışılır. Düzgün cavabımız B variantı olur. Güclü fırtınalar və buz dalğaları yuvaları dağıtdığı üçün. Yəni buna ümumiyyətlə böyük qasırğa ilinə adını veriblər. Burada da qeyd olunur, yerli mənbələrdə qasırğa ili kimi xatırlanır. Güclü fırtınalar və buz dalğaları deməli pinqvinlərin yuvalarını dağıtmışdılar. Növbəti 27-ci sualdan davam edirik. İnsanların təbiətin gücü qarşısında aciz olması hansı abzasda aydın görünür? Dostlar, 4-cü abzasdadır. Burada detallı məlumat var. Deməli, insanlar geri çəkilməyə məcbur olurlar. Hansı ki, qasırğa çox güclü olur, bütün qurğuları dağıdır. Deməli, düzgün cavabımız 4-cü abzas A variantı olacaq. Yəni, insan təbiətə qalib gələ bilmir. Bunu göstərir. 28-ci sual. Sonuncu abzasda müəllifin əsas məqsədi nədir? Sonuncu abzas, yəni 5-ci abzasdır. Deyir, sürətli, çeviş və maraqlı davranışları ilə pinqvinlər həmişə insanların diqqətini cəlb edir. Onları yaxından görmək və müşahidə etmək istəyənlər bir çox zooparklarda xüsusi güşələrə baş çəkə bilərlər. Əlbəttə ki, məqsəd nədir? Oxucuları, hansı ki biz oxuyuruq bunu, zooparka getməyə həvəsləndirməkdir. A variantı düzgün cavabdır. Sual 29. 3-cü abzasda bunların biri haqqında məlumat yoxdur. 3-cü abzas dostlar bu hissədir. Pinqvinlərin yaşayış yerləri barədə məlumat var burada. Pinqvinlərin düşmənləri haqqında məlumat var. Su iti və iri yırtıcı balıqlar. Qidalanması haqqında da məlumat var. Kalmar, kril, kiçik xərçənglər, amma güclü qasırğa haqqında məlumat yoxdur. Güclü qasırğa 4-cü abzasda qeyd olunur. Dostlar, videomuzu bura qədər izləmirsiniz, lakin bəyənməmişsə zəhmət olmasa bəyənirsiniz, videonu İzlədikdən sonra paylaşırıq ki, digər insanlar da mütləq bu videodan faydalansınlar. Sual 30-da mətndə qalın hərflərlə verilmiş sözü hansı sözünü əvəz etmək olar? Mətndə qalın hərflərlə verilən söz bariyerlər sözüdür. Diqqətlə oxuyuruq. Mühafizə qrupları sahildə bariyerlər qurub yuvaları örtüklərlə qorumağa çalışsalar da küləyin sürəti 150 km bölünsün saata çatanda bütün qurğular dağılır. İnsanlar geri çəkilməyə məcbur olurdular. Əlbəttə, bariyer nədir? Bariyer maneə deməkdir. Yəni orada bir maneələr yaratmaq istəyirlər. Amma təəssüf ki, təbiətin gücü qarşısında insanlar, daha doğrusu insanların yaratdığı bu maneələr dözə bilmir, tab gətirə bilmir və insanlar geri çəkirlər. Bəli, düzgün cavabımız A variantına uyğun gələcək. Belə dostlar, 9 sualın izahını verdim. İnşallah növbəti videolarda digər növ mətnləri də sizə göstərəcəm, sizlə paylaşacağam. Əgər kanalımıza qoşulmamızsa qeyd etdiyim nömrə ilə əlaqə saxlayırsınız, kanalımıza qoşula bilərsiniz. Əlavə olaraq bizim monitoring test toplularımız var. Çox mükəmməl vəsaitlərdir. Artıq 10 mindən çox şagird Respublika üzrə bu kitabdan istifadə edir. Kitabın əsas özəlliyi nədən ibarət dostlar? Kitabın əsas özəlliyi odur ki, bütün sualların video izahı var.
və bütün illik materialı əhatə edir. Həm riyaziyyat, həm Azərbaycan dili üzrə, həm qrammatika sualları da var, həm də mətn sualları var. Yəni hər bir şey detallı formada kitabın içində öz əksini tapır. Həftəlik sınaqları var, aylıq sınaqları var. Hamısı sistemli şəkildə il sonuna qədər yığılıb. İki kitab birlikdə hal-hazırda 15 manatdır, postla çatdırma pulsuzdur. Sinif olaraq götürəndə əlavə olaraq endirimli qiymətdən yararlana bilir ibtidai sinif müəllimləri. Əlavə olaraq deməli qiymət endirimindən başqa ayda bir dəfə 60 suallıq monitorinq sınağından da pulsuz formada şagirdlər faydalana bilirlər. Dostlar, videonu izlədiyiniz üçün hər birinizə minnətdaram. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.